Azərbaycanda bu dəqiq olsam avtomat götürürəm. Yəni qırıram sizin. Bir 500 dənə yeraz qırım, qoy məni öldürsünlər. Baxın, paylaşın, bəyənin Vidadi Şəndəli YouTube kanalını üzv olun. Trollara fikir verməyin. Onlar ermənin şeyindən düşmüş trollarda fikir verin. Sabahsız yazırlar. Xətaydan 6-cı dəfə deputat bu arvadı qızı, dədəm Müzəffərin Sümeyin Azərbaycan ermənilər deyirsən, dədəm ermənini qapanda dədəmi kətdə ermənilər o şeytə qoyurdu anamı. Sənin anı yenə də o şeytə qoyacaqlar, oğraş şopa yolu. Bu oğraş belə. Bunu da deputat, prezidentliyə namizəd deputat. İndi sonra Zahid Oruc. Bunun arvadını dayısı Fəzal Dığamalı 7 il üzr istəyirəm, dal qabağını qoymadı. Verdim buna. Zahid Orucun da oğlu var. Qüdrətində. Hansı getdə müharibəyə? Mən sual verirəm. Bax, sizə baxırsınız, indi mənə 10 mindən çox insan baxır, izləyir. Sual verirəm sizə. Yeraz mənə deyir ki, siz kişi deyirsiniz. Kişi olsaydınız deyir, biz gəlib, mən üzr istəyirəm, mən dəfələrlə üzr istəyirəm. Azərbaycanda yaşayan bütün qeyrətli qızlar mənim bacımdır. Qəhbələr Qüdrətin bacısıdır, Kamaləddinin bacısıdır. Bəylər Eyübovun qardaşı oğlu, verginin rəisi Yerevanda, biz bəli, mənə deyir Yeraz. Almaniyada Yeraz deyir ki, səs yazısı paylandı da sizə, elə? Səs yazısı paylandı ki, bəylərin qardaşı oğlu, vergi müdürü deyir ki, həftədə 2 dənə Türk qızının bağışçilərini pozmasam, yata bilmirəm. Siz də kişisiniz. Bəli, Gəncədə bizim yüzlərlə, minlərlə qeyrətli olanlarımız, kişilərimiz var. Yunus vurdu, Kürdün anasını ağlar qoydu da Veliyevi. Xandar Eliyevin qardaşı Elmarı. Mən sizə yenə də deyirəm, bu ağlamaqla, video görsətlə, sonra bu Nefsalan görsədirlər, Günay Qəhbən, Fəzal Dığamanın qızını nətər qoruyurlar. Orada bir cavan oğlan deyir ki, gəl deyib, mən sübut eləyəcəm, mən qanunla sübut eləyəcəm. Mən təqqirlə mən istəmirəm sən kimsən. Nə sübut eləyəcəksən, nəsən? İlham Əliyevin 95-ci ildə götünə 23 dənə şampan soxublar. Kaset də var. Deyirik, cəmaatın vecinə deyir. Və yaxud da Mehribanın 30 ildə ağzına küpuldadılar, dalına küpuldadılar qızına. Ben İlham Əliyevin vecinə deyir, İlham Əliyev fəxr edir. Nəyə sübut edir? Azərbaycanda nəyəsə sübut eləmək olur. Azərbaycan yeganə yerdir ki, Azərbaycanda adı, familiyanı, soyad adı sübut etmək üçün pul verməlisin. Dığamaldan danışdım. Elə bilirsiniz, səsdə yerazlardan danışıram. Mən Gölçaydan danışıram. Sabir Hacıyev. Neydi onun dədəsinin adı? Binəqədin prokuror idi. Yadımdan çıxdı. Atamla institutda bir oxuyub. Mən İznəmin qohumudur. Gölçay Hazalı kəndindəndir. Gözəl Gölçək çiftdə bir xanımı var idi. Düzdür, sigaret çəkirdi, işçi çəkirdi. Ona hamı yaxın ətraf qovlar deyirdi ki, arvadın işçi çəkir, sigaret çəkir, bunun yaxşı olmayacaq. Deyirdi, biz yavabıyıq. Sonra bir ara eşitdik ki, Ayaz Mütəllibov bunu elə hər həftə bağına çağırır. Ayaz Mütəllibovun mavini idi. Sonra Ayaz Mütəllibov qaçdı getdi, Ayaz Mütəllibovun dövründə hüquq şöbəsinin müdürü idi. Bu oğraş Sabir Hacıyev. Bilməm indi səzədən 3 dənə oğlu var, zırı oğlu var. Arvadı Gürcüyə qoşuldu, qaçdı. Gürcü üzr istəyirəm, bir gündə onu saxlayır. Görün bunun oğraşlığına baxın. Nə olar? 150 min görsə də bir oğraş tapıb da bunlar özlərini oxşayan. Göyçaydan 6-cı dəfə deputat seçilir. Göyçaydan şəhərin özündən bir yeraz var, Ağdaşlı yeraz, göy alimdir. Onu seçirlər. Bir dənə Göyçaylı, 150 minə bir Göyçaylı. Bir Amasyadan 12 nəfər deputatdır. Yekək Nazordan 10 nəfər. Ümumiyyətlə hesablamışam, 125 deputatın 86'sı yerazdır. Ha kişi, 86'sı. Qərbi Azərbaycandan Azərbaycana cəmi biz kişidirik. 110 min adam gəlibdir. Tək Göyçayın əhalisi 150 min. 86 yeraz, 5'in də Naxçıvandan. Demək, Edar İbrahimov var da, naturalni oğraş, yeraz, Kürdün biridir. Sonra Vilayət Təşkilat. Oğraşın dal ayağıdır, katibə işləyirdi universitetdə. Nefsalallar, xüsusən Nefsala və Salyana müraciət edirəm. Mən üzr istəyirəm, dəfələrlə. Mən Nefsalanın da Salyana, ümumiyyətlə Azərbaycanı çox istəyirəm mən. Sualım var, İlham Əliyev. Qəhbə qəhbədir, sən yerli qəhbə seçdin. Nefsalada üzr istəyirəm, qəhbə yoxdur.
Salyanda qəhvə yoxdur. Heç olmasa yerli qəhvə seçdi. Bəlkə bir qeyrət oldu. Orada iki qardaş var idi, narkoman. Salyanla Neftçalanı Azərbaycanda ən pis günə düşmüş Gəncəbasardır. Salyandır, Neftçaladır, Lənkərandır. Demək, Quba Xaçmaz zonasıdır. Sonra Xaçmazdan mənə zəng edir uşaqlar deyir ki, Vidadi bəy bizimkindən niyə danışmırsan? Bizim də polis rəisi Kürddür. Bəylər Eyübovun bibisi oldu. Qəhvəxanaya çevirib, Xaçmaz kimi bir yeri, Quba kimi bir yeri deyir qəhvəxanaya. 13-14 yaşında qızların alı verilir. Mən, bəli, o Yeraz mənə Almaniyadan zəng edən Yeraz deyir ki, siz kişi deyilsiniz. Bizə deyir, bax mən görə işləmişəm. Baxın, paylaşın, bəyənin Vidadi İskəndər YouTube kanalını.